Hətta dünyasını dəyişmişləri dua eləyin bu ayda. Gələn üzümüzə o ay ki gəlir o ayda, Rəcəb ayında. Mən sizə bir dənə deyim, surə oxusuz, hədiyyə eləsiniz nə qədər savab var. Baxın, Ayətül Kürsü haqqında oxudum. Yazdım, bugün gətirdim sizin üçün. Əgər bir insan Ayətül Kürsünü oxuya, hədis budur, hədiyyə eləyə dünyasını dəyişmişlərə, li əhlil qubur. Cavab nədir? Ədhələhullah Teala qəbrə kulli meyyitin. Qəbrə kulli meyyitin. Həmən savab paylanar qəbirdə olanlara, layiq olanlarına. Da İslamla düşməninə, bəşəriyyətin düşməninə aidiyyəti yoxdur. Layiq olanlara gedib çatır. Sonra nə olar? Xələqəllah min kulli hərfin. Ayətül Kürsünün hər hərfinin müqabilində Allah mələkən bir mələk yaradar. Yusabbihu ləh ilə yevmil qiyamə. Həmən mələyin funksiyası, işi bundan ibarət olar. Hey subhanallah deyər, qiyamətə qədər savabı ona çatar. O zikri deyənə. O Ayətül Kürsünü oxuyana. Gedib çatar ona. Xülasə, dünyasını dəyişmişlərini yad eləyin bu ayda. Bu qədər qəlbiniz geniş olsun. Təkcə diriləri yox. Dünyasını dəyişmişlər də dua eləyir. Bu da çox tövsiyondur. Başqalarının dua eləmək. Peyğəmbərdən hədisə baxın, deyir Rəcəb ayı haqqında. Deyir, İnnəhu mövsumud dua vəl-istiğvar və tövbə vəl-ibadə. Deyir, mövsum kəlməsi işlənib. Deyir, bu ay, görün nə işlədi Peyğəmbərimiz, əziz Peyğəmbərimiz. Dua, istiğfar, tövbə və ibadət mövsümüdür. Demir, filan vaxt mövsümüdür. Bu ay tövbənin, istiğfarın neydi mövsümüdür. Yəni, nə əksöz burada uyğun, inşallah bitəcək də. Yəni, hazırlaşın da, bir sözlə də, mövsüm gəldi. Maraqlı aydı bu ay. Görün hələ burasını deyim, hədisin davamını çox maraqlı. İnnə fihi nəfəhatun rəhmaniyyə. O ayda biz nə var? Nə var ya Rəbbəl aləmin? Nəfəhatun rəhmaniyyə. İnnə fihi nəfəhatin rəhmaniyyətin. Deyir, bu ayda rəhmani bir nəfəs var. İlahi bir nəfəs var. Maraqlı sözdür ya, ilahi nəfəs. Bu ilahi nəfəs nə demir? Ged otur alimin yanında, o nəfəsi deysin sənə. Hərdən olur ha, görürsən, vallahi Allah dostun yanında oturun, danışmasın, o nəfəsi sənə bəsdir. Həqiqətən deyirəm, nəfəsi pakdır da. Nəfəhtu fihi min ruhi. Allah oradan nəfəsi ilə alırdı o. O nəfəsi. İndi Allah deyir ki, nəfəhatun rəhmaniyyə. İlahi nəfəslər var o nəfəhə. Sanki bir o belə oxşatdım da bunu. Elə bir nəfəs var orada. Xəssə, amma deyir, aha, burada gəldi. O deyir, hamiyə məxsus deyil. Xəssə bihə Allahu subhanə ibadəhil müminin. Onu xüsusi iman əhlinə Allah o nəfəs qeyb ona çatacaq. O nəfəsi xüsusi insanlar duyacaq. Hər adama deyil. Ona görə müğayət olun. Bu ayda çalışmağımıza çox baxacaqlar. Çalışmağımıza çox baxacaqlar. Digər tövsiyəm. Xüsusi dualar edin bu ayda. Xüsusi dualar. Çalışın, dualar çox edin. Çox, çox. Rəcəb ayının ilk dualarından birini deyim sizə, məfatihə gəlib baxarsınız. İlkin dualarından biridir. Ya mən yəmliku həvaicəs sailin. Ey saillərini, sail kimə deyirlər? Yəni dilənçi. Bizə mənəviyyat sailiyik də Allahın hüzurunda. Allahın hüzurunda sail olmaq izzətin özüdür. Mənəviyyat saili. Ya mən yəmliku həvaicəs sailin. Allah, sən mənim istəklərimi verməyə qüdrətinə maliksin. Ya'ləmu zəmirə samitin. Ola bilər, bəzi vaxtlar dua eləməyəcəm, susacam. İçimdəkiləri də bilirsən, ha. Hər tərəf əlli olub. Bəzi vaxtlar insan samitdir. Samit kimə deyirlər? Susana. Sükut ediyənə. Allahın adlarından biri natiq, danışın. Allah samit deyil. Allah həmişə danışır. Eşidən qulaq lazımdır. Allah həmişə danışır. Elə deyil, Allah bir dəfə danışsın, dayansın. O Musa ki, səs eşitdi ya, innəni Allah, mən Allaham, bir yerdən səs gəldi. O səs həmişə var. Musanın davamçıları yoxdur, eşidənlər yoxdur. Biraz insan hazırlasa özünü, səsləri eşidər aləmdə. Mənəvi səslər. O zümzüməni eşidər. Allah düzdür içim
Susmuşam, amma içimdəkiləri də bilirsən. Davamına bax. Likulli məsələtin minkə səmun hazir. Nə deyirəm eşidirsən məni. Sən eşidən Allahsan. Allahın adlarından biri nədir? Səmi, eşidən. Eşidən biz anasın mənada. O, yəni, deyirsən, hərdən, eşidə məni. Yəni, eşitməni yenə mənada. Elə də istədiyimi. Hə? Allahın bir adı Səmidir. Bu mənadadır ya, ikinci mənada. Yəni, eşit məni. Bir də bu yaxınlarda bir ağsaqqalla görüşdüm. 80-dan çox yaşı var idi. O anda mənə zəng elədilər. 80-dan çox yaşı var. Mənə zəng elədilər, bir körpə uşaqdır, xəstəxanada dua eləyində onun üçün. Məsələn, dua eləyim, gördüm, çox mənəvi kişidir bu kişi. O kişi çox mənəvi idi, vallah. Uşaqlıqdan namaz qılır, qəzası yoxdur. Gecə namazı qılır, gecə namazı qəza eləməz. O, bir dəfə danışmışam başqa kişidən, o bu deyil. Deyəcəksiniz, bəlkə yəni o deyil. Mən belə kişiləri özüm çox xoşdur bunlarla oturub danışmaq, bir Allah bilir. Onlarla da bağlı zehnimdə bir proyekt var, inşallah danışmışam dostlarla. Mən bununla oturdum, biraz söhbət edim. Yanındakından biri sual verdi ona ki, bilməm, 7-dən çox idi uşaq, o evladı vardı. Bir dənə sual verdi ona, yanımızda olan dedi, bugün necə bir xanımı vurmuşsan belə, qayıtdı ona dedi. O da baxdı, dedi, and olsun Allaha, belə danışanda da səmimi danışır. Dedi, and olsun Allaha, xanım da dünyasını dəyişməyib, sağdır da. Mən bugünə necə nəinki onu vurmuşam. Bir dəfə də olsun, o dili ilə deyir, necə deyib elə deyirəm sizə. Bir dəfə də olsun, yanasan da belə deməmişəm ona. Yəni, öləsən. Heç onu da deməmişəm ona. Deyirək ki, övladlarımız dünyaya gəldi, dayandım onun qabağında, dedim, bax, biz yaşamalıyıq. Hələ davadalaşla həyat getməz. Bu nümunədir bu kişi cavan, indiki cavan ailələrə. Bu danışırdı məndən, bu zəng gəldi. Zəng gələndən sonra dedim, kişi, sən dua eləyərsən, bir dənə xəstə uşaq var, körpə uşaqdır. Sən dua elə, mən amin deyim. Baxdı mənə, dedi, çətin işi mənə tapışırsan, asanı özbə götürmüsən. Dedim, vallahi, amin deyərəm, sən dua elə. Mən bilirəm ki, sən dualarım ərşi titrədər. Bu, əlini qaldırıb bir dənə səmimi danışmaqdan açdı Allahla. Vallahi, bilsən nə dedi? Əlini qaldırdı, gör necə danışırsın, mən maraqlıydı onunla. Dedi, ilahi və Rəbbim, mən sənin hüzurunda körpəyəm. 80-dan çox yaşı var. Hə, körpəyəm. Yox kimi bir şeyəm. İlahi, eşit də məni. Belə də danışır o. İnanın ki, nə hiss yaşayırdım orada. Görürəm ki, danışır Allahla da, bax, belə hisslər yaşayıram. Bu danışır, Allah cavab verir. Bax, belə danışır o. O hisslərlə, bax, indi inanın Allah, özüm də o anı yadıma düşürəm, özüm təsirlənirəm, həqiqətən deyirəm. İlahi, sən məni eşit də. Mən eşidilməyə amma layiq deyiləm, mən bilirəm. Belə danışır, mən qulaq asıram buna. Axırda qutardı, sonra dedim, amin. Dedim, səndən oturub bir ömür danışmağa deyər kişi. Halaldır sənə. İnsan da var, belə yaşayır da həyatı. Səmi bildiniz nədir? Yəni, eşit səsimi, yəni, elədən istədiklərimi yerinə yetir. Allahla belə. Cavanlar, içimizdən belə yaşlılar çıxsın, sabah bunlar nümunə göstərilməli cəmiyyətə. Belə yaşamaq. Belə yaşamaq. İmanla, təqva ilə yaşamaq. Ey Allahım, çoxlu dualar eləyin, çoxlu dualar. Davamında nə deyir? Allahümmə məvaidukəs sadiqə. İlahi və Rəbb. Mən tərcümə edeyim sizə. Və məvaidukəs sadiqə. Sənə and verirəm o vədələr ki, vermirsən ona. Neymətlərimin çoxluğuna. Geniş rəhmətüvə. Səndən istəyim budur, Peyğəmbər və əhl-i beytinə salavatdır. Sonda gəlir nə deyir? Ən təqda həvaici lid-dünya vəl-axirə. Dünya və axirət hacətlərimi qəbul elə. İnnəkə ələ kulli şeyin qadir. Hər şeyə qadirsən sən. Bu, Rəcəb ayının bir duası. Oxudum, Allah mənə savab verdinsə, oxuya bilməyənlərə hədiyyə edirəm. Bir dənə də özüm sonra oxuyaram. Amma oxuya bilənlər bu duanı oxuyar Rəcəb ayının əvvəlində. Onlar ki, heç də bacarmırlar, hədiyyə elədim, mən günahkar bəndiyəm. Allah nə savab verdi hamımıza. Digər məsələ, oruç tutmaq. Bu ayda oruç tutmaq. Hədisin deyim, bir gün haqqında. Buyurur, mən samə yevmən vahid. Kim bir gün oruç tutsa, min Rəcəb ayından. İmanən və ihtisabən. İmanla, təqva ilə. İstəvcəbə rizvanəllah. Allah deyər, səndən razı qaldım bəşər. Bir günə. Bir günə.
bir günü əsirgəməsin gələkdə bəşərdə. Utandıran sözlərdir də bunlar. Razısın məndən. Bunlar adamı utandırır da. Yəni elə bil hərdən deyir. Heç bir dənə addım atda nə olar ki? Bir dənə də. Allah da bir dənə addım at mənə Rəcəbdə. Hey Allah, sən bizi bağışla. Bizə sənsən ki, səbr edirsən. O mənada Allah əziyyət çəkmir. Sabirdir də amma. Bizi nəinki başqası. Bizə günahlarımızı göstərsələr həqiqətini, bizə özümüzü göstərsə, biz özümüzü bağışlamarıq. Sənsən ki, keçirsən bizə. Sənsən ki, keçirsən bizə. Allah deyər, razıyam. Ətfəə səvmə zəlikəl yevm qəzəbər Rəbb. Allahın qəzəbi var isə çəkilər ona nisbət. Və əqləqə min babən min əvvabən ni'ran və qəfərə ləh. Allah cəhənnəm qapısını bağlayar, onun üzünə onu bağışlayar. Bir gün. Amma bir gündən kifayətlənmə. Bir dənə də istəyirəm sən. 2. Kim Rəcəb ayının 1-ci gününü, orta gününü, axır gününü oruç tutsa, hədis budur, buyurur, elə bilə sanki bütün ayı oruç tutub. 3 gününü tutsuz. Bir şəxs yaxınlaşdı, Salim adlı bir insan idi. Yaxınlaşdı, İmam Sadiqə. Bunu bir dəfə demişəm, amma bugün başqa izah verəcəm sizə. Bu son hədisim olacaq, bu ay, bugün, bu cümə günü. Yaxınlaşdı İmam Sadiqə. Rəcəb ayının son günləri. Deyir ki, İmam məni görən kimi ilk sualı. Elə bir İmam Zamanla görüşmüsən, nəsibin payın, İmam Zaman sənə sual verir. Belə götürəyim mövzunu, yaxşı? Həl sumtə fi hazə şər şeyən, Rəcəb ayında bir şey tutmusan, oruc yoxsa yox. İmamın sözü budur. Tutmamışıqsa ayıb olacaq da, hə? Adama deyərlər, nə üçün çalışmırsan? Deyə cavab verdim, qultu la vallah, and olsun Allah'a tutmamışam. Yəbnə Rasulillah, ay Allahın Peyğəmbərinin övladı tutmamışam. Cavab, ləqqət فَوْتَكَ مِنَ السَّوَابِ مَا لَمْ يُعْلَمْ مَبْلَغُهُ إِلَّا اللّٰهِ عَزَّ وَجَلَّ مَا لَمْ يَعْلَمْ مَبْلَغَهُ إِلَّا اللّٰهِ عَزَّ وَجَلَّ. Elə bir itki vermirsən ki, onun müqabilində sənə nələr verilməli idi, onu Allahdan başqa savaya heç kəs bilmir. Məsələ bitdi. Yaxşı. Peşman oldu. Peşman oldu. Qayıtdı, ağacan, dedi, bəli. Dedi, 2-3 gündə neçə gün qalıb, nəsə eləsəm, tutsam Allah verər mənə, yoxsa yox. Cavab. Dedi, 1 gün. Əgər tuta bilsin, zalikə amanun min şiddəti səqaratil mevt. Ölümün bir çətinliyi var, səqaratul mevt deyirlər, səkərəsi. Ondan amanda qalarsın, əgər 1 gün tutsa. Səqaratul mevt haqqında, bax, bunu istirdim deyim sizə. Səkara ərəb dilində ərəblər məsliyə deyirlər. Məst olur ha insan. Ona deyirlər ərəblər səkara. Qulaq asın amma, xahiş edirəm. Buyurur, وَلَا تَقْرَبُ السَّلَاتِ أَنْتُمْ سُكَارَ. Məst halda namaza yaxınlaşmayın, o piyan aldı. Qurandayız. Bir başqa yerdə gəlib. Tərahum sukara. Qiyamət günü bəzini məst görəcəksən, yıxıla-yıxıla gəlir. Və mahum bi sukara. Onlar məst deyirlər. Lakin əzabəllah şədid. Allahın əzabı onlar elə məst edib, yıxıla-yıxıla gəlirlər. Bəzi vaxtlar insan ağrıdan sanki görsən, başını itirir, qalxır, durur, yatır, uzanır, uzananda çevrilir o yana, çevrilir bu yana, ağrıdan. Sanki məstdir də. Hə? Sanki məstdir. Deyir, ölümün o qədər ağrısı var, bəzi insanlar o səkaratul mevt çırpınırlar can verəndə. Əlini o yana vurur, ayağını bu yana sıxır, dişlərini qıcıyır, qurtulmaq istəyir. Səkaratul mevt. Yaxşı. Amma bir qrup insanlar var, onlar da məst olurlar. Səkaratul mevt həm möminə aiddir, həm qeyri-möminə aiddir. Kimdir o məst olanlar? Bax, söz budur. Quranda ayət. Qulaq asın buna.
Səqahum rabbuhum şəraban tahura. Quranda ayədir. Buyurur, Allah saqi olar, içirdər onlara şəraban tahura. Pak bir şərab. O buranın şərabı deyil. İnsan onu içəndən sonra məst olar. Can ona görə belə çırpınır o yana bu yana ki, tez qovuşmaq istəyir. Baxır, görür gözünün qabağında kimlərdir yanıb. Sanki çırpınır ki, geçsin onlara çatsın. Baxır, görür Əhl-i-Beyt dayanır başının üstündə, İmam Hüseyin ağa. Hə? Yəni, sanki mələyə deməsi tez elə qutar da çırpınır ki, qovuşsun. Buna da səkrətül mevt baş verib. Bu da məsti. Amma bu bir pak şərabın məstidir. Səqahum, özü Allah deyir, özüm saqı olaram. Səqahum rabbuhum, özüm saqı olaram. Özüm o şərabən təhura, o pak meyi onlara içirdərəm. Yaxşı, bunu başa düşdünüz. İndi gəlin üstə Hafizdən bir dənə beyt deyim. Hafiz görür nə deyir? Dişəb didəm ki, mələik dər meyxanə zədənd. Gələ Adəm besərişdənd, be peymanə zədənd. Dünən gecə gördüm, mələklər meyxanənin qapısını döyür. Hafizə bax, gör nə deyib burada. Dünən gecə gördüm ki, mələklər meyxanə qapısını döyür. Gecə maddi göz olsaydı gündüz görərlər, gecə çıraqla görərlər. Bu deyir, nə gündüzdür, nə də gecə çıraq vardı, amma görürdüm. Deməli, bu mənəvi gözlərdir. Bu kamil insan gözüdür. Dişəb didəm ki, mələik dəri meyxanə zədənd, meyxanə qapısını vururlar. Mey, irfanda mərifətə, məhəbbətə deyirlər. O mey şərabı. İlahi mərifətə, ilahi məhəbbətə deyirlər mey. Əhl-i Beytin məhəbbətinə də deyirlər mey. Mən də o hərif söhbətlərini eləməyim, o mı deyirlər, neçə hərifdir, ikisinin birləşməsi 14-dir, 14 məsum, onunla qayıtmayayım o işlə. Amma mey ərəb dilində ilahi mərifət və məhəbbətə deyirlər. Deyir, gördüm, mələklər meyxanə qapısını döyür, izin istəyir. O meydən istəyirlər də öz tumları qədəri. Mələklər də istəyir, o yaxşı mənada məst olsun. Aha, yaxşı adama deyərlər, mey istəyirsən, bir peymanə gətirmisən, badə gətirmisən, onun içinə mey süzülsün. Cavab, ikinci misra. Gələ Adəm besərişdənd, be peymanə zədənd. Onların peymanəsi var idi, Adəmin gili idi. Adəmin gilindən bir dənə peymanə düzəltdilər. Gəldilər, Allaha deyirlər ki, saqi. Hansı saqi? Quran dedi, o saqi. O mərifətdən, o məhəbbətdən bizə də ver. Yəni, ilahi mərifət və məhəbbətə aparan yol kamil insandan keçir. Kamil insan olmadan sən o meyi dada bilməzsən, o mərifət və məhəbbətdən məhrumsan ki, məhrum. Yəni, Rəcəb ayında Allah dostlarına yaxşı ünsiyyət qurur. Yol oradan keçir. Bu ay dövrün imamı ilə xüsusi ünsiyyət qurun. Lap yuxarıya qalxsaq, aşağıya düşsək Allah dostları var da ətrafımızda. Bəli. Səqahum rabbuhum şərabən tahura. Deyir, verərəm o şərabdan sənə, can üstündə olanda. Nə olar ki? Aha, deyir, sən də dadarsan o şərabı. Caət səkrətül mevt bil haqq, Quranda deyir, ölümün o səkrəsini, ləzzətini dadarsan. Bir dənə də son sözlə yekunlaşdırım. Deyirlər, ölüm bəzi iman əhlinə elə keçəcək ki, dünyada elə ləzzət görməyiblər. Deyə bildim? Ölüm anları bəzi insanlara o qədər ləzzətli keçəcək ki, heç o ləzzəti duymayıblar. Söhbətimi yıxsam bir yerə, nə söylədim sizə? 1. Rəcəb Şaban ayı dəvətnamədir Allah qonaq olması üçün. Hazırlıqdır. Bu 1. Hazırlaşmaq üçün neyniyəcək? Birinci işimiz, o insanlar ki, hazırlaşmaq istəyir. Çox gözəl, yol açıqdır. İlk işimiz budur, tövbə eləyin. İkinci işimiz budur, çox la ilahə illallah deyin. Üçüncü iş budur, cəmiyyətə qarşı xeyirxah olun. Dördüncü budur, özünüz üçün dua eləyin. Beşinci budur, oruç tutun, çox tutun. Bu bizə
edilən tövsiyələrdir. Altıncı da budur ki, Allah dostları ilə ünsiyyət qurun. Allah inşallah bu ayın feyzindən, rəhmətindən, məhəbbətindən bizləri məhrum eləməsin. İnna nəsəlukə və nəd'uk. Allah sənə and verirəm izzətivə, cəlaluvə, kərəmivə, rəhmətivə, mərhəmətivə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız budur. İmam-ı zamanımızın zuhurun təcil elə. Allah bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi və Rəbb, Rəcəb ayının oruclarından bizləri məhrum eləmə. Allahım, Rəcəb ayının zikirlərindən bizləri məhrum eləmə. Rəcəb ayının dualarından bizləri məhrum eləmə. Rəcəb ayında insanlara qarşı xeyrxah olmağı bizlərə nəsib elə. Bu ayda zikr eləməyi bizlərə nəsib elə. Bu ayda Allah dostları ilə dost olmağı bizlərə nəsib elə. Ya Rəbbəl aləmin, günahlarımızla İmam-ı zamanı narahat eləyənlərdən bizləri qərar vermə. Allahım, gecə ibadətlərindən bizləri məhrum eləmə. Bu ayda oruç tutmağı bizlərə nəsib elə. İlahi və Rəbb, onlar ki, bizə xəbər göndəriblər, dua istəyirlər, o qardaş bacılarımın dualarını qəbul elə. Namaz qılmayan qardaş bacılarıma namaz qılmağı nəsib elə. Hicaba riayət eləməyən ana bacılarımıza hicaba riayət eləməyi nəsib elə. Allahım, işğaldan azad olunmuş torpaqlarımızda ibadət eləməyi, əhl-i beyt məclisləri qurmağı bizlərə nəsib elə. Sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə, özlərinə, fərəc ailələrinə səbr bəxş elə. Peyğəmbər və əhl-i beytinə salavat zikr elə.